Əlavə olaraq Braziliya ordusunun problemləri olsa da, döyüş təcrübəsi olan zabit heyəti var idi. Amma Paragvayın belə bir zabit heyəti yox idi. Üstəgəl zəif infrastrukturun olması da tutulan əraziləri əldə saxlamağa mane olurdu. Eyni anda Braziliya səfərbərliyi elan edərək ordunun sayını daim artırırdı. Bir müddət sonra Argentina və Uruqvay da qıraqda qaldılar. Hər iki tərəf müharibə Paragvayın ərazisinə keçəndə öz qüvvələrinin iştirakını azaldır. Bu ərəfələrdə Paragvayın Avropa ölkələri və Britaniya ilə münasibətlərindəki problemlər özünü göstərir. Əgər Paragvayın təminatı illərlə yığılan rezervlərə əsaslanırdısa, müttəfiqlərin təminatı Avropa ölkələrindəki manufakturalardan gəlirdi. Silah-sursatı almağa pulu isə Londondakı banklardan verilirdi, eyni ilə kredit kimi. Bir sözlə, müttəfiqlərin qalib olması ancaq vaxt məsələsi idi. Amma Paragvayın qəliz relyefi və xalqın lideri Lopesə axıra kimi sədaqətli qalması müharibənin uzanmasına və itkilərin dəhşətli sayğa çatmasına səbəb oldu. Müharibə Lopesin çay keçəndə öldürülməsi ilə bitdi. Beləliklə müqavimət də, Paragvayın özü də sona çatdı.